Salam. Bugün Azərbaycan dili dərslərimizə start veririk. Fonetika bölməsindən başlayırıq. Bilirik ki, Azərbaycan dilində ilk bölmə fonetika bölməsidir. Gəlin başlayaq. Fonetika danışıq səslərini öyrənən bölmədir. Mütləq şəkildə qayda dəftəri götürüb mənim yazdıqlarımı yazırsınız ki, daha yaxşı yadınızda qalsın. Bu arada Azərbaycan dilini öyrənmək istəyərkən təkcə qaydanı öyrənmək deyil, eyni zamanda siz testlər işləyərək onu beyninizdə möhkəmlətməlisiniz. Bu dərslərimizdə hələlik qayda ilə başlayırıq. Deməli, danışıq səslərini öyrənən bölməyə fonetika deyilir. Danışıq səsləri yazıda hərflərlə ifadə olunur. Hərflər. Bildiyiniz kimi 32 hərf, 34 səs var. Baxın, bu yazıları dəftərinizdə qeyd edin, videonu saxlayın, qeyd edin. Yazıram bura. 32 hərf, 34 səs. 34 səs necə yaranır? Məsələn, k və x var ki, iki cür tələffüz olunur. Bir k kimi, bir k kimi. X da iki cür tələffüz olunur. Bir x kimi, bir də x iştirik kimi tələffüz olunur. İstəsəniz bunu da qeyd edə bilərsiniz. Yəni 34 səs olmasının səbəbi budur. Amma digərləri bir cür səslənir. Hərfləri yazırıq və görürük. Buradan bir ox çəkək. Buradan da bir dənə ox çəkək. Hərfləri yazırıq və görürük. Səsləri deyirik və eşidirik. Bu arada sərgəli yazın ki, dəftərinizdə sərgəli görünsün. Çünki sərgəsi yazanda sonradan onu oxumağa həvəsiniz olmayacaq. Hərfləri yazırıq və görürük, səsləri deyirik və eşidirik. İndi gələk sözün hərf və səs tərkibinə. Ortadan yazaq. Sözün hərf və səs tərkibi. Bu nə deməkdir? Sözün hərf və səs tərkibində iki cür fərq ola bilər. Baxın, birincisi kəmiyyət fərqidir. İkincisi isə keyfiyyətdir. Hələlik kəmiyyətə baxaq. Kəmiyyət odur ki, hərf və səsin sayca fərqlənməsi. Yazıram. Sayca fərqlənmə. Sayca fərq. Qısa yazıram. Sayca fərq. Yəni, yazılışında və deyilişində əgər, məsələn, səs hərfdən çoxdursa və yaxud səs hərfdən azdırsa, biz buna kəmiyyət fərqi deyirik. Yəni, sayına görə. Məsələn, deyək ki, nə deyək, məsələn, nənəmlə. Nənəmləni biz tələffüz etsək, nənəmlə olur, nənəmlə. Yəni, burada gördüyünüz kimi neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7. 7 hərf. 1, 2, 3, 4, 5, 6, 7, 8 səs. Baxın, sayca fərqləndi, sayı fərqləndi. Və yaxud da deyək, məsələn, təəccüb. Təəccüb. İndi burada gördüyünüz kimi 2, 3, 4, 5, 6, 7 1, 2, 3, 4, 5, 6 səs. Yəni, səs hərfdən az oldu. Yəni, burada görürsünüz, saylar fərqləndi bir-birindən. İndi gələk, siz aşağısından yazacaqsınız. İkinci, keyfiyyət fərqi. Keyfiyyət fərqi. Burada isə səsin dəyişməsidir. Yazırıq. Səs dəyişməsi.
Yəni həmin səs dəyişiləcək. Məsələn, deyək ki, bitki. Bunu tələffüz edəndə necə deyirik? Bitki. Baxın. Say eyni qaldı. 5, 5. Amma baxın, səs dəyişdi. Əgər səs dəyişməsi varsa, keyfiyyət fərqi var. Gələk bura. Danışıq səsləri 2 yerə bölünür. Saytlar və samitlər. Saytlərin və samitlərin xüsusiyyətlərinə baxaq. Bunları da yazın dəftərə. Birinci gəlin saytların xüsusiyyətlərinə baxaq. Saytlar avazlı olurlar. Avazlı. Sonra maneəsiz tələffüz olunurlar. Maneəsiz. Üçüncü, heca yaradırlar. Yəni sözə nə qədər sait varsa o qədər heca var. Sonra uzun tələffüz oluna bilirlər. Beşincisi isə küy yoxdur. Küy samitlərdə var. Amma saytlarda yoxdur küy. Sonra saytlarda başqa nə var? Bir də vurğu var bunlarda. Vurğu qəbul edir saytlar. Gəl samitlərə. Samitlərdə nə var? Samitlərdə bayaq dediyim kimi küy var. Maniyəlidir. Saytlar maniyəsizdir, amma bu maniyəlidir. Vurğu qəbul etmir. Etmir. Uzun tələffüz olunmur. Bir də bu qədər. Belə. Gələk indi saytlara, saytlar haqqında. Ortadan yazaq saytlar. Saytlar əslində ümumiyyətcə gəlin neçə saytımız var, qısaca baxaq ona. 9 sayt var. A, I, O, U, E, Ə, İ, Ö, Ü. 9 sayt var. Yazaraq 9. 23 samitimiz var. 9 sayt, 23 samitimiz var. Deməli, bu saytları biz 3 cür təsnif eləyəcəyik. Birinci təsnifat biraz aşağıdan yazaq. Yazıram bura. Birinci təsnifata görə. Qalın, incə. Qalınları yəqin bilirsiniz. A, I, O, U. İncə, E, Ə, İ, Ö, Ü. Baxın, bunu seçdimsə digəri incə olacaq. Gələk ikinci təsnifat. Açıq, qapalı. Baxın, qalın, incə dilin arxa və ön hissəsində əmələ gəlməsinə görədir. Yəni dilin üfüqi vəziyyətinə görədir. Amma açıq, qapalı dilin şaquli vəziyyətinə görədir. Yəni dilin yuxarı və aşağı damağa dəyməsinə görə biz onu fərqləndiririk. Baxın, açıq saytlarda ağız biraz genəlir, açılır və biz bunlara gen saytlar da deyirik. Gen ikinci adı gen saytlar da deyirik. Qapalıda isə ağız boşluğu daralır, qapalır elə bil ki. Ağız daralır. Ona görə biz bunlara dar saytlar da deyirik. Açıq saytlar A, E, Ə, O, Ö. Qapalı saytlar isə I, İ, U, Ü. Yəni özünüzə deyəndə fikir verin. I, İ, U, Ü deyəndə ağzınız açılmır, dar olur, ağzınız qapalı olur. Amma A, E, Ə, O, Ö deyəndə ağzınız istərsəniz açılır. Üçüncü. Bu arada siz qalın saytlara dil arxası saytlar da deyə bilərsiniz. Çünki qalın saytlara dil arxaya gedir. Özünüz də görəcəksiniz. Dil arxası saytlar da deyə bilərik. Dil arxası. Amma incədə qabağa gəlir. E, Ə, İ, Ö, Ü. Dil önü də deyə bilərik. Yox, daha doğrusu dil ortası deyə bilərik. Çünki ortada qalır da. Yəni tam qabağa gələndə dodaqlanan dodaqlanmayandadır. Amma bu dil ortası, ortada dayanır. İndi gələk üçüncü təsnifat. Dodaqlanan dodaqlanmayan. Bu da təbii ki, dodaqların vəziyyətinə görə. Dodaqlananda plus qoyuram, dodaqlanmayanda minus qoyuram. Çünki adı çox uzundur. Aha. Bu dodaqların vəziyyətinə görədir. Əgər dodaqlar qabağa gəlirsə, olur dodaqlanan, dodaqlanmayanda da dodaqlar daha çox belə desə sərbəst qalır da, yəni qabağa gəlmir. İndi baxaq, dodaqlar qabağa gələndə O, U, Ö, Ü. Dodaqlanmayan hansıları digərlər? A, E, Ə, I, İ. A, E, Ə, I, İ. Belə. Sonra nə gəlir? Saytların uzun tələffüzü. Yazırıq ortadan. Saytların uzun tələffüzü. Deməli, elə sözlər var ki, onlarda bir sayt digərinə baxanda biraz uzun tələffüz olunur. Yəni biz bayaq samitlərlə saytların xüsusiyyətlərini sayanda dedik ki, saytlar uzana bilər, amma samitlər uzanmır. Və saytlərdən I, bir də Ü-dən başqa heç biri uzanmır. I və Ü-dən başqa. Qalan hamısı uzana bilər. Bir dənə üfüqi sözü istisnadır. Üfüqi sözü istisnadır. Nəyə görə? Çünki üfüqi sözündə ikinci Ü uzanır. Üfüqi.
Baxın, uzanmanı biz 2 nöqtə ilə bildiririk. 2 nöqtə varsa deməli uzanır. Üfüqi. Amma başqa heç bir I və Ü də uzanmır. Bir dənə üfüqi sözündə uzanır. Yəni bu istisnadır. İndi gələk uzanan sait olan sözlərə. Məsələn, təcili sözü. Təcili. Baxın, hansı uzandı? Ə. Uzandı deyə 2 nöqtə qoyuram. Təcili. Ə uzandı. Və yaxud deyirəm ki, təəssüf məsələn. Deməli, burada ənin biri düşür. Baxın, gördünüz? 7 hərf var, 6 səs var. Gördünüz? Sayı dəyişdi. Deməli, bunda kəmiyyət fərqi var. Bayaq izah eləmişdim. Sayı dəyişəndə kəmiyyət fərqidir. Səs dəyişəndə keyfiyyət fərqidir. Burada ənin biri düşdü, amma digəri ə uzun tələffüz olunur. Təəssüf demirik. Təəssüf demirik. Təəssüf deyirik. Baxın, uzanır deyə biz bura 2 nöqtə qoyuruq. Sonra məsələn, istedad. Hansı uzanır sizcə? İstedad. Dat olur hətta bu. Sonu bıcıdıgı ilə bitənlərdə karraşır, bilirsiniz ki, son samit. İstedad. İstedad demirik. İstedad deyirik. Gördünüz? Belə. Amma bəzilərində səs uzanması olanda yəni elə hiss edirik, amma əslində uzanmır. Məsələn, mövsüm sözü. Mövsüm. Mövsüm demirik. Mövsüm mövsümdür. Elə olduğu kimidir. Yəni, bura bir dənə ulduz çəkək ki, çaşmayaq. Mövsüm. Ya da məsələn, söhbət. Söhbət demirik. Söhbət deyirik. Sonra dovğa sözü. Dovğa. Doğğa demirik uşaqlar. Dovğa deyirik. Yaxşımı? V düşmür orada. O da uzanmır. Məsələn, mövqe. Mövqe yox. Mövqe. V düşmür. Mövqe. Məsələn, növbə. Məsələn, deyirik, mən növbədə durdum. Növbədə yox. Növbə. Yəni, V düşmür. Ö uzanmır. Sonra nə kimi sözlər var? Hələlik bu qədərdir. Ən çox qabağınıza çıxanlar. Bir də məsələn, ümumiyyətcə yadınızda saxlayın ki, ov, öv birləşməsi, bura qeyd yazaq, birləşməsi olan sözlərdə səs düşmür. Yəni, burada V düşmür. Baxın, burada da gördünüz, düşmür. Bir də ki, öh, əh olanlar. Öh, əh olanlarda da düşmür. Hı düşmür. Yazırıq, hı düşmür. Məsələn, bayaq dedim, söhbəti dedim, məsələn, köhnə. Köhnə yox, köhnə. Köhnə olduğu kimidir. Yaxşımı? Məsələn, dəhşətli. Dəhşətli yox, dəhşətli. Baxın, hı düşmür. Dəhşətli. Belə. Bir də bu sözlərə diqqət yetirək ki, bu sözlər uzanmır. Məsələn, çox adam hazırki deyir. Hazırki yox, hazırki. Okay? Hesab yox, hesab. Heca yox, heca. Vitamin yox, vitamin. Cümhuriyyət yox, cümhuriyyət. Dəhşətli yox, dəhşətli. Dəhşətli yox, uzatmırıq. Dəhşətli. Əyar yox, əyar.
Çavuş yox, çavuş. Təsadüfən yox, təsadüfən. Təsadüfən. Baxın, təsadüfən yox, təsadüfən. Okay? Sadəcə A-nın üstünə vurğu düşür deyə bizə elə gəlir ki, uzanır, amma uzanmır. Cürətli yox, cürətli. Yaxşımı? Bu sözlərə uzanma yoxdur. Yəni, diqqət edin. Məsələn, heca deyənlər var. Heca yox, heca. Tamam. Bugünlük bu qədər. Digər dərsimizə davam edək.